Həkim, urologiyada elə bir universal müayinə varmı ki, pasiyentə tək onunla diaqnoz qoyulsun? Çox maraqlı sualdır və bu suala qətiyyətlə cavab verə bilərəm ki, xeyr. Elə bir üsul yoxdur ki, onun vasitəsilə pasiyentə konkret diaqnoz qoyulsun. Pasiyentlər bir çox vaxtı düşünürlər ki, KT olsun, kompüter tomoqrafiya, MRT olsun, onun vasitəsilə tam diaqnoz qoyulacaq. Xeyr, elə şey olmur. Belə hallarda individual yanaşmaq lazımdır. Çünki hər bir xəstəliyin öz xüsusi müayinəsi olur. Bir çox hallarda belədir. Belə ki, sidik hissəsinin neurogen disfunksiyasında heç bir MRT, heç bir KT, heç bir ultrasəs müayinəsi bunun diaqnozu qoymayacaqdır. Belə hallarda urodinamik müayinə olunmasına ehtiyac olur. Və yaxud da böyrək üstü vəzin törəməsində KT edilə bilər, MRT edilə bilər, digər üsullar nəticə verməyə bilər. Ona görə deyirəm, belə hallarda individual yanaşmaq lazımdır. Hətta xəstədə misal üçün qan olursa, sidikdə qan olursa, burada artıq geniş müayinə üsullarına əl atmaq olar. Nəinki KT, MRT, hətta sistoskopiya da olunur. Yəni kamera ilə sidik hissəsinə girilir və oradakı mühitə baxılır. Orada törəmə varmı, daş varmı, iltihab varmı, səbəbi nə ola bilər? Bunlar hamısı belə bir unikal müayinə üsulu mövcud deyil və hətta təəssüflə deyə bilərəm ki, pasiyentlər gedirlər həkimlərə, bütün müayinə üsulları şəkərdən tutmuş, yəni lazım olmadı, bütün müayinələrdən keçirlər, laborator müayinələr, ultrasəs müayinəsi və əlavə olaraq KT də keçirlər ki, artıq nəticə əldə etsinlər. Halbuki orada o qədər geniş müayinələrə ehtiyac olmur. Ona görə deyirəm, pasiyent müraciət etdikdə səriştəli həkim uyğun olaraq, şikayətlərə uyğun olaraq konkret müayinə üsullarını tətbiq eləməlidir. İnsafla bu üsullardan istifadə edərək pasiyentə mütləq diaqnoz qoymalıdır və o diaqnoza uyğun olaraq da müalicə tətbiq etməlidir.